Salam, hər vaxtınız xeyir uşaqlar. Bugün sizə ibtidai funksiya, qeyri-müəyyən inteqralın testlərini izah edəcəm. Testlərin izahına keçməzdən öncə gəlin ibtidai funksiyanın nə olduğuna baxaq. Deməli, verilmiş aralığın bütün nöqtələrində f törəmə x bərabərdir f(x) bərabərliyini ödəyən f(x) funksiyasının həmin aralıqda f(x) funksiyasının ibtidai funksiyası deyilir. Qısa sözlə, ibtidai funksiya törəmənin əksidir. Bu nə deməkdir? Gəlin baxaq. Baxın, bizə belə bir sual verilir. Deyir ki, x kvadratının törəməsini tapın. Biz deyirik ki, x kvadratının törəməsi 2x-dir. Birdən belə versə, x kvadratı üstə gələk 4-ün törəməsini tapın. Deyirik, bunun da törəməsi 2x-dir. Birdən belə sual versə, x kvadrat üstə gəl 6-nın törəməsini tapın. Baxırıq ki, bunun da törəməsi 2x-dir. Birdən sual versə ki, x kvadrat çıxaq 2-də 1-in törəməsini tapın. Fərqi yoxdur, bunun da törəməsi 2x-dir. İndi ibtidai funksiya bizə nə deyir? Deyir ki, sizə belə bir funksiya verilib. 2x funksiyası. Sən tap gör ki, bu 2x funksiyası nəyin törəməsindən əmələ gəlib? Yəni, hansı funksiyanın törəməsini tapsaq 2x taparıq? Sən fikirləşirsən ki, x kvadratında törəməsi var, x kvadrat plus 4-ündə törəməsi var, x kvadrat plus 6-da törəməsi var. Bu nəyin törəməsidir biz bilmirik. Bunun nəyin törəməsindən alındığını tapmaq üçün biz bu funksiyanın ibtidai funksiyasını tapırıq. Yəni, 2x-in ibtidai funksiyasını tapsaq, deməli nəyin törəməsindən alındığını tapa bilərik. Bəs bunu necə tapırıq? Gəlin baxaq. İbtidai funksiyada belə bir düstur var. f(x) bərabərdir x üstü n. Törəmədə də var idi bu düstur. Biz bunun ibtidai funksiya olduğunu tapmaq üçün qüvvətini 1 artırıb qüvvətə bölürük. Amma bura plus c də yazırıq. Niyə? Baxın, gəlin bu düsturu, bu misalı tətbiq edək. f(x) bərabərdir 2x. İndi sizə deyirəm, gəlin bunun ibtidai funksiyasını tapaq. Burada x-in qüvvəti 1-dir. Biz f(x)i tapmaq üçün 2 əmsalda saxlayıb qüvvəti 1 artırıb özünə bölürük. Bura mən plus c yazıram. 2-lər gedib. Niyə plus c yazdım? Səbəb odur ki, x kvadratının yanında nə olduğunu mən bilmirəm. Yəni, yanındakı ədədin plus 4, plus 6, minus 12 nə olduğunu bilmədiyim üçün mən burada x kvadratı plus c yazıram. C hər hansı bir sabit ədəddir. O mənə məlum olmadığına görə mən onu elə c dəyişəni ilə əvəz edirəm. Bu oldu ibtidai funksiya. Yaxşı, bəs qeyri-müəyyən integral nədir? Gəlin ona baxaq. Verilmiş f(x) funksiyasının bütün ibtidai funksiyalarının ümumi ifadəsinə onun qeyri-müəyyən integral deyilir. Və baxın, bu integral işarəsi integral f(x) dx kimi göstərilir. Buradakı dx nədir? Dx bizə hansı dəyişənə görə integral aldığımızı, yəni hansı hərflə işlədiyimizi göstərir. Tutaq ki, belə bir ifadə versə, ax dx. Burada bizim əsas dəyişənimiz x-dir. A hər hansı bir sabit ədəddir. Yox, əgər belə versəydi, ax da. Burada bizim əsas dəyişənimiz a-dır, x hər hansı bir sabit ədəddir. Buna aid nümunələrdə işləyəndə görəcəyik. İndi də integrallar cədvəlinə baxaq. Məsələn, birinci baxaq. İntegral k dx. Burada əsas dəyişənimiz x olduğuna görə k sabit ədəddir. Sabit ədədin integralını tapanda k-nı x-a vurub üzərinə c gəlirik. Məsələn, deyirəm ki, 4dx. Bunun deməli integral olur 4x plus c. İkinci, məsələn, x üstü n dx. Bunu tapanda x-in üstü n plus 1, n plus 1 plus c. Məsələn, verir x-in üstü 8 dx. Bunun integralını tapanda 8-in üstə 1 gəldik 9, böldük 9-a plus c. Bunu belə də verə bilər. Məsələn, 4 x-in üstü 8 dx. Onda olur 4 x-in üstü 9 bölək 9 plus c. Üçüncü. Məsələn, olsun ki, sinus x dx. Sinusun integralı olur mənfi kosinus x plus c. Kosinusda kosinus x dx olsa, kosinusunki sinus x plus c. Mən sizə vaciblər deyəcəm. Məsələn, 1 bölək x-in dx.
Burada olur ln modulda x plus c. Çünkü biz bilirik ki ln x'in törəməsi 1 bölü x'dir. Və yaxud da məsələn mənfi kosinus x plus c. Biz bundan törəmə tapsaq sinus x olur. Sinus x'in törəməsi kosinus x olur. Bu düsturdan çox istifadə edirik. 1 bölək kosinus kvadrat x dx. Biz 1 bölək kosinus kvadratını belə də yaza bilərik. 1 üstə gələk tangis kvadrat x dx. Bunların integralı olur tangins x plus c. Biz törəmədə bilirdik də tangins x-in törəməsi 1 böl kosinus kvadrat x-dir. İndi olsaydı ki, əgər 1 böl sinus kvadrat x dx, 1 böl sinus kvadratı biz bilirik ki, 1 üstə gələk kotangins kvadrat x dx-dir. O da bərabərdir mənfi kotangins x plus c. Y üstü x-in integral da törəməsi də elə özünə bərabərdir. Y üstü x plus c. 9-cu 1 bölək x ln a dx. Bunun da integral olur logaritma a əsasından modulda x plus c. A üstü x dx'in integral olur a üstü x bölək ln a plus c. Bunların istənilən birindən törəmə tapsaq, funksiyanın özünü almış oluruq. Hələlik ən çox istifadə etdiyimiz düsturları yazdım. Mən sizə əlavə tapşırıqlarda qarşımıza nə çıxsa, onu qeyd dəftərimizə yazarıq. Burada əsas bir qeyd var. Onu da deyim, sonra keçək testlərin izahına. Baxın uşaqlar. Biz deyirdik ki, məsələn, sinus 2x-in törəməsi 2 vuraq kosinus x-dir. 2x-dir. Amma ibtidai funksiyasında, məsəl üçün bizə versə ki, fx bərabərdir sinus 2x-in ibtidai funksiyasını tapın. Biz onda 2-yə yox, 2-də 1-ə vurmalıyıq. Olur mənfi 2-də 1 vuraq kosinus 2x plus c. Niyə? Biz bu funksiyadan törəmə tapanda funksiyanın özünü tapmalıyıq. Bax, gəlin bunun törəməsini tapaq. Bunun törəməsi nə olur? Mənfi 2-də 1 vuraq. Kosinus 2x-in törəməsi 2 sinus 2x-dir. Mənfisindən. Bu 2-lər də gedir, mənfilər də bir-birini müsbət edir. Olur sinus 2x. Yəni, burada ibtidai funksiyada x-in əmsalı həmişə tərsinə qarşıya keçib vurulur. Məsələn, başqa bir suala baxaq. Tutaq ki, deyirəm ki, bunu belə də yaza bilərik, bu şəkildə də yaza bilərik, fərqi yoxdur. Y üstü 4x dx. Bunun integralını tapanda biz dedik ki, y üstü 4x-in integralı özünə bərabərdir. Amma bir də biz 4-ün yerinə x-in əmsalına yazırdıq dedik tərsini. 4-də 1 vuraq y üstü 4x plus c. Bir sözlə, tapdığımız ibtidai funksiyada x-in əmsalı varsa, həmin əmsalı verilən funksiyaya vururuq. Baxaq birinci sualdan. İndi keçək testlərin izahına. Birinci suala baxaq. Fx bərabərdir sinus 2x. Funksiyanın ibtidai funksiyalarının ümumi şəkildə tapın. Deməli, verilən funksiyanın ibtidai funksiyasını tapmaq üçün fx-i tapırıq. Sinusun ibtidai funksiyası mənfi kosinus x-dir. Amma indi biz buradan x-in əmsalı var deyə, həmin x-in əmsalına da vururuq. Plus c. O da oldu mənfi 2-də 1 kosinus 2x plus c. C variantı. İkinciyə baxaq. Fx bərabərdir kosinus 5x. Buradan fx olur. Kosinus 5x-in ibtidai funksiyası sinus 5x-dir. 5-in də tərsi gəlir. 5-də 1 sinus 5x plus c. Burada oldu c. Üçüncü suala baxaq. Fx bərabərdir mənfi 5. Mənfi 5 sabitdir. Sabitin ibtidai funksiyasını tapmaq üçün x-ə vururuq. Plus c. B variantı. Dördüncü. Yine bu da sabitdir. Fx bərabər 4. Onun da ibtidai funksiyası olur. 4x plus c. Beşinciyə baxaq. Düsturlarda beşincini dedik mi? Bəli dedik. 1 bölü x-in ki ln modulda x-dir. İndi burada baxaq ibtidai funksiyada. Fx bərabərdir 3 üstə gəl 1 bölü x.
Bunun ibtidai funksiyası 3 sabitdir. Ona görə olur 3x. 1 bölü x'in ki elin modulda x'dir. X mənfi olmaz. Mənfi olsa loqaritmandan 6 mənfi olmaz. Ona görə modulda yazırıq. Oldu C variantı. 6-cı suala baxırıq. 6-da indi bizə integralı verib, yəni ibtidai funksiyanı verib. Deyir ki, hansı funksiyanın ibtidai funksiyası bunu verir. Biz funksiyanın özünü tapmaq üçün verilən ibtidai funksiyadan törəmə tapırıq. Kosinus x-in törəməsi mənfi sinus x. X-in törəməsi, bunu da hasilin törəməsi kimi yazırıq. X-in törəməsi 1, sinus x özü qaldı. Üstə gələk, x vuraq, sinusun törəməsi kosinus x. S'nin də törəməsi 0-dır. Deməli, o da oldu. Mənfi sinus x, üstə gələk, sinus x plus x kosinus x. Bunlar da islah oldular. Cavab qaldı x kosinus x. Cavab oldu Y variantı. 7 də onun kimidir. İbtidai funksiyanı verib, deyir hansı funksiyanın ibtidai funksiyası bu olar. Biz onda verilən ibtidai funksiyadan törəmə tapırıq. Sinus x-in törəməsi olur kosinus x. Bunu da hasilin törəməsi kimi yazırıq. X-in törəməsi 1, kosinus x. Üstə gələk, x vuraq, kosinusun törəməsi mənfi sinus x. Plus 0. Buradan da alınır. Kosinus x çıxaq kosinus x. Bu mənfi x sinus x-dir. Mənfi də bunu müsbət edir. X vuraq, sinus x qalır. Bunlar da getdi. Cavab oldu x vuraq, sinus x. 8-ci suala baxaq. Fx bərabərdir x kvadratı. Bu 1 böl kökdə x-i yaza bilərik. 1 böl x-in üstü 2-də 1. Bunu sadələşdirək. X kvadrat üstə gələk. X-in üstü mənfi 2-də 1. İndi bunun ibtidai funksiyasını ümumi şəkildə yazaq. X kvadratın ibtidai funksiyası x kubu bölək 3-dür. Qüvvəti 1 artırdıq, özünə böldük. X üstü mənfi 2-də 1-in ibtidai funksiyası mənfi 2-də 1 üstə gəl 1. Bunu da toplayanda oldu 2-də 1. Buradan qaldı 3-də 1 x kubu. Üstə gələk. 2-də 1 tərs çevrilir. Oldu 2 vuraq x-in üstü 2-də 1. Bunu da yaza bilərik. 3-də 1 x-in kubu. Üstə gələk 2 vuraq kök altında x. Plus c. Plus c-ni yazmağı heç vaxt unutmuruq. Çünki bu qeyri-müəyyən integraldır. 9-cu suala baxaq. Fx bərabərdir. Bunu kökdən çıxardıq. X-in üstü 3-də 1. Üstə gələk x-in üstü 1. İndi bunun ibtidai funksiyasını tapaq. Qüvvəti 1 artırıb özünə bölürük. Olur. Bunu da toplayanda oldu 3-də 4. Plus x üstü 1-in törəməsi x kvadratı bölə 2. Plus c. Bunu da 3-də 4-ün tərsi 4-də 3 yazıb. Yaza bilərik x-in üstü 3-də 4. Plus 2-də 1 x kvadratı plus c. Kökə salsaq olur 4-də 3. Olur kök 3-cü dərəcədən x-in üstü 4. Plus 2-də 1 x kvadratı plus c. Baxırıq, belə cavab yoxdur. Bunu kökdən çıxardırıq. Olur 4-də 3. X üstü 4-ü belə yaza bilərik. 3-cü dərəcədən x-in kubu vuraq x-in üstü 1. Bu da x kökdə x olur 3-cü dərəcədən. Buradan da alınır. X vuraq kök 3-cü dərəcədən x plus 2-də 1 x kvadratı plus c. Oradan da alındı cavab B variantı. 10-cu suala baxaq. Deməli, fx bərabərdir 1 bölə kök altında 2x plus 3. Funksiyasının ibtidai funksiyalarının ümumi şəklini tapın. Biz birinci bunu sadələşdirib belə yazsaq, sürətdə 1, məxrəcdə 2x plus 3-ün üstü 2-də 1 yaza bilərik. Bunu tərs çevirsək, 2x plus 3-ün üstündə mənfi 2-də 1 yazıb, indi bunun integralını tapaq. Fx bərabərdir 2x üstə gələk 3-ün üstü mənfi 2-də 1 plus 1 bölək mənfi 2-də 1 plus 1. Niyə belə yazdıq? Mötərizənin içərisinə bir hər hansı bir x kimi, yaxud da bir dəyişən kimi baxdıq. Onu da qüvvətin 1 artırıb özünə bölürdük. Ancaq burada x deyil axı, fərqlidir. 2x plus 3-dür. Biz də dedik ki, x-in əmsalının tərsinə vurmalıyıq. 2x-in tərsi 2-də 1-dir. 2-də 1-ə vururuq. Bu da oldu. 2x üstə gələk 3-ün üstü 2-də 1. Məxrəcdə də qaldı 2-də 1, vuraq 2-də 1. 2 də tərs çevrildi. 2 vuraq. Bunu yaza bilərik. Kök altında 2x plus 3. Vuraq 2-də 1. Plus c. Bunlar da getdi. Qaldı kök altında 2x plus 3 plus c. Bunu deməli cavab oldu B variantı. Bunu daha qısa şəkildə belə də yaza bilərik. Baxın.
Deyirəm ki, bunun düsturların yanına qeyd edə bilərsiniz özünüz üçün. 1 bölək kökdə x-in ibtidai funksiyası 2 kökdə x plus c-dir. Niyə? Baxın, biz deyirik ki, kökdə x-in törəməsi 1 bölək 2 kökdə x-dir. İndi deyirik 1 bölək kökdə x-in ibtidai funksiyası 2 kökdə x-dir. Həmin düsturu tətbiq edib yazsaq, baxın, ikinci üsul. Belə də yaza bilərik. Onlar nə? Fx bərabərdir. Buna 1 bölək kökdə x kimi baxsaq olur 2 vuraq kök altında 2x plus 3. Bir də x-in vuraq, x-in əmsalı tərs gəlir. 2-də 1. O da üstə gəlsi. Bunlar da getdi, oldu kök altında 2c 2x plus 3 plus c. Gördünüz, eyni nəticəyə gəldik. 11-ci sualı ikinci üsulla yazacağım. O daha az vaxt aparır. Fx bərabərdir. 1 bölək kök altında 3x çıxaq 2. İndi böyük fx bərabərdir ibtidai funksiyası. 2 vuraq kök altında 3x minus 2. Bir də vuraq x-in əmsalının tərsi 3-də 1 plus c. O da oldu 3-də 2 vuraq kök altında 3x minus 2 plus c. Cavab oldu D. 12-ci suala baxaq. Fx bərabərdir. Bunu yaza bilərik. 5 vuraq 2x plus 3-ün üstü mənfi 3 sadələşmiş formada. Bundan sonra biz bunun ibtidai funksiyasını tapa bilərik. Buna ümumi 1x kimi baxsaq, x-in üstü mənfi 3-ü necə yazırdıq? Olur nə? 2x plus 3-ün üstünü qüvvətini 1 artırıb özünə bölürük. Bir də vururuq x-in əmsalının tərsinə 2-də 1 plus c. Buradan da oldu fx bərabərdir. Mənfi 2, mənfi 2-ni 2-yə vuranda oldu mənfi 4. Mənfi 4-də 5, 2x plus 3-ün üstündə mənfi 2 plus c. Bu mənfini məxrəcə də yaza bilərik. Yazaraq 4 vuraq, 2x plus 3-ün kvadratı sürətdə 5. Bunda qarşısında mənfi var. Plus c. 13-ə baxaq. Deməli, fx bərabərdir. 4 vuraq, bunu tərsini yazaq. 5x çıxaq 3-ün üstündə mənfi 3. Onda fx bərabərdir. Buna 1x kimi baxsaq, qüvvətin 1 artırıb mənfi 3 plus 1. Həmin qüvvətə bölürük mənfi 2. Vuraq x-in əmsalının tərsi 5-də 1 plus c. Bunlar yıxsar getdi 2 qaldı. Qaldı mənfi 5-də 2. 5x minus 3 qüvvətində mənfi 2 plus c. Onu da tərsini yazdıq. Mənfi 5-də 2. 5x minus, bunu məxrəcə yazarım gerək. 5x minus 3-ün üstü 2 plus c. B variantı. 14-cü suala baxaq. Deməli, fx funksiyası fx-in ibtidai funksiyasıdır. İndi bizə deyir ki, fx bərabərdir 6x çıxaq 4. f2 bərabərdir mənfi 3 olarsa, f1 bərabərdir sual. Bunu tapın. İndi bu fx-in ibtidai funksiyasını tapaq. Olur nə? Fx bərabərdir 6x kvadratı bölək 2 çıxaq 4x plus c. O da olur 3x kvadratı çıxaq 4x plus c. İndi f2 bərabərdir mənfi 3-ü tapın. X-ə yerinə 2 yazıb mənfi 3-ə bərabər edirik. Olur 3 vuraq. 2-nin kvadratı 4 vur 2 üstə gəlsə bərabərdir mənfi 3. 3 vur 4 çıxaq 8 plus c bərabərdir mənfi 3. C də bərabərdir mənfi 3 çıxaq 12 üstə gələk 8. Buradan c oldu mənfi 7. C-nin yerinə mənfi 7 yazsaq olur nə? Fx bərabərdir 3x kvadratı çıxaq 4x çıxaq 7. İndi bizə deyir f1-i tapın. Onda x-in yerinə 1 yazırıq. Buradan da alındı cavab mənfi 8 D variantı. 15 də eyni sualı. Deməli, fx bərabərdir 4x plus 3 olarsa, f mənfi 2 1-dir. F1-i tapın deyir bizə. Birinci verilən funksiyanın ibtidai funksiyasını tapırıq. 4x kvadratı bölək 2 üstə gələk 3x plus c. İndi deyir f mənfi 2 1-ə bərabər olarsa, f1-i tapın. İndi nə edirik? Birinci bunu sadələşdirək. Olur 2x kvadrat üstə gəlir 3x plus c. F mənfi 2. X-ə mənfi 2 yazırıq. Mənfi 2-nin kvadratı 3 vur mənfi 2 üstə gəlsə bərabərdir 1. O da 4-ü 2-yə vurduq. 8 çıxaq 6 üstə gəlsə bərabərdir 1.
C də bərabərdir 1 çıxaq 8 üstəgəl 6. C də oldu -1. C-nin yerinə -1 yazsaq, fx bərabərdir 2x kvadrat üstəgəl 3x çıxaq 1. Orada bizə deyir ki, f1-i tapın. f1 tapmaq üçün x-i vururuq 1-in kvadratına, 3-ü vururuq 1-ə, çıxırıq 1. O da oldu cavab 4. 16. Deməli, f(x) bərabərdir sinus x vuraq kosinus 3x. Biz bu ifadənin ibtidai funksiyasını tapmalıyıq. İbtidai funksiyanı tapmaq üçün ilk öncə biz bunu sadələşdirməliyik. Biz bilirik ki, trigonometrik düsturlardan bilirdik ki, hasilin cəmə gəlmə düsturu necə idi? Sinus x vuraq kosinus y. Olur 2-də 1. Sinusun fərqi x minus y. Üstə gələk sinusun cəmi. İndi həmin düsturu bura tətbiq etsək, olur nə? 2-də 1 sinus. Bucaqları cəmi 4x. Sinus bucaqları fərqi x-dan 3x çıxanda -2x. Sinus da tək funksiyadır, mənfi qarşıya keçirilir. O da olur 2-də 1 sinus 4x çıxaq 2-də 1 sinus 2x. İndi biz bu ifadənin ibtidai funksiyasını tapmalıyıq. fx bərabərdir, oldu. 2-də 1 vuraq. Sinus 4x-in ibtidai funksiyası 4-də 1 vur mənfi kosinus 4x. Çıxaq. 2-də 1 vur. Bu 2x dedi, olur 2-də 1 vuraq mənfi kosinus 2x. O da bərabərdir. -8-də 1 kosinus 4x. Üstə gələk 4-də 1 kosinus 2x. Plus C. O da oldu Y variantı. 16, deməli 17. 17 də yenə eyni şəkildə yazırıq. Birinci hasilin cəmə gəlməyinə yazırıq. 2-də 1 vuraq. Kosinusun cəmi. Bucaqlar toplayanda olur 4x. Üstə gələk kosinusun fərqi. X çıxaq 3x -2x olur. Kosinus da cüt funksiyadır, mənfini odur. Sadələşdirək biraz da. Olur nə? 2-də 1 vuraq kosinus 4x. Üstə gələk 2-də 1 vuraq kosinus 2x. İndi tapaq ibtidai funksiyanı. Bu 2-də 1 qalır. Kosinus 4x-inki 4-də 1 sinus 4x-dir. Üstə gələk 2-də 1 vuraq. Kosinus 2x-inki 2-də 1 sinus 2x-dir. Plus C. Oradan da fx bərabərdir 8-də 1 sinus 4x. Üstə gələk 4-də 1 sinus 2x plus C A variant olur. 18. Deməli, fx bərabərdir 2 vur sinus x çıxaq x vur kosinus x plus C. Funksiyası aşağıdakılardan hansının ibtidai funksiyasıdır? Yəni, hansı ifadənin ibtidai funksiyasını tapsaq bunu almış olarıq. Bunu tapmaq üçün ibtidai funksiyadan törəmə tapsaq verilən funksiyanın özünü tapırıq. İndi bu funksiyanın törəməsinə baxaq. 2 sinusun törəməsi olur 2 kosinus x. Çıxaq. Bunu hasilin törəməsi kimi yazırıq. Birincinin törəməsi vuraq ikinci. Üstə gələk. Amma qarşıda mənfi var deyə çıxaq yazırıq. X vuraq ikincinin törəməsi. Üstə gələk C-nin törəməsi 0. Buradan da alındı nə? 2 kosinus x çıxaq. X-in törəməsi 1-dir. O da oldu kosinus x. Çıxaq. X vuraq kosinus x-in törəməsi mənfi sinus x-dir. Plus 0. Buradan da alındı. 2 kosinus x-dan kosinus x çıxanda qaldı kosinus x. Üstə gələk x vur sinus x. C variantı. 19. Yenə ibtidai funksiyanı verib funksiyanın özünü soruşur. Onda törəməsini tapırıq. İbtidai funksiyanı verib funksiyanın özünü soruşanda törəməni tapırıq. Kosinus x-in törəməsi mənfi sinus x-dir. Üstə gələk hasilin törəməsi kimi tapırıq. Birincinin törəməsi x-in törəməsi 1. Sinusa vurdum oldu sinus x. Üstə gələk x qalır. Sinusun törəməsi kosinus x. C-nin də törəməsi 0-dır. Burada da böyükdən kiçiyi çıxdıq. Mənfi sinus x üstə gələk x vur kosinus x. O da cavab oldu C variantı. 20-ci suala baxaq. Deməli, fx funksiyasını verib bizə 3x kvadratı çıxaq 2x plus 5. Funksiyasının qrafiki -1, -6 nöqtəsindən keçən ibtidai funksiyasını tapın.
Biz birinci bu funksiyanın ibtidai funksiyasını tapırıq. Olur 3x kubu bölü 3. Çıxaq 2x kvadratı bölü 2. Üstə gələk 5x plus c. Deməli, x mənfi 1 olanda funksiyamız mənfi 6-ya bərabərdir. Yazırıq x bərabərdir mənfi 1, fx bərabərdir mənfi 6. Verilənləri yerinə qoyub c-ni tapa bilərik. Yazarıq mənfi 6 bərabərdir mənfi 1-in kubu. Çıxaq mənfi 1-in kvadratı. 5 vur mənfi 1 plus c. Buradan da oldu mənfi 6 bərabərdir. 1 çıxaq 1, daha doğrusu mənfi 1 çıxaq 1, çıxaq 5 plus c. Mənfi 6 bərabərdir. Mənfi 7 plus c. C də oldu 1. C-yə 1 tapandan sonra funksiyanı yazaq. Fx bərabərdir. İbtidai funksiyamız oldu nə? X-in kubu çıxaq x-in kvadratı plus 5x plus c. C-nin də yerinə 1 yazırıq. O da oldu, deməli, B variantı. 21-ə baxaq. Deməli, fx bərabərdir. 4x kubu çıxaq 3x kvadratı üstə gəl 1. Funksiyasının qrafiki 1,6 nöqtəsindən keçən fx funksiyasının ibtidai funksiyasını tapın. Birinci bunun ibtidai funksiyasını tapırıq. Qüvvəti artırdıq, böldük özünə. Sonra ikincinin ibtidai funksiyasını tapdıq. Burada 1-in ibtidai funksiyası x plus c. Bunlar da sadələşdi. Oldu fx bərabərdir. X üstü 4, çıxaq x-in kubu, üstə gələk x plus c. İndi deyil, x-in bir qiymətində funksiya olar 6. Yazırıq 6 bərabərdir. 1 çıxaq 1 üstə gəl 1 üstə gəl c. C bərabərdir 5. İndi c-nin yerinə 5 yazsaq olur fx bərabərdir. X üstü 4 çıxaq x kubu üstə gələk x üstə gəl 5. O da oldu B variantı. 22 də yenə eynidir. Fx bərabərdir. Y üstü x çıxaq x. Yenə bu funksiyanın ibtidai funksiyasını tapaq. Olur y üstü x-in ibtidai funksiyası özünə bərabərdir. X-in 2x kvadrat bölü 2-dir, çünki qüvvəti 1-dir, plus c. İndi deyil, x-in 0 qiymətinə funksiyanın 2 qiyməti uyğun olarsa, bu nöqtəsindən keçən deyil, ibtidai funksiyanı tapın. İbtidai funksiyanı tapdıq. Fx-in yerinə 2 yazaq, x-in yerinə 0 yazaq. Bu da 2 bərabərdir, 1 üstə gəlsə, c oldu 1. İndi verilən yerinə yazsaq, olur y üstü x çıxaq 2-də 1x kvadratı plus 1. O da x kvadratı bölü 2 ilə verib D variantı. 23-də də yeni ibtidai funksiyanı tapırıq. Fx bərabərdir. Y üstü x üstə gələk 3x. Böyük fx bərabərdir. Y üstü x-in ibtidai funksiyası özünə bərabərdir. 3x-in 3x kvadratı bölü 2 plus c. Çünki bunun qüvvəti 1-dir. Bir üstünə 1 gəl, həmin qüvvətə də bölürük. İndi bizə deyir x 0 olanda fx bu 3 nöqtəsindən keçir. Yazırıq 3 bərabərdir. Y üstü 0 üstə gəl 0 üstə gəlsə c oldu 2. Çünki y üstü 0 1-ə bərabərdir axı. Verilən yerinə yazsaq y üstü x üstə gələk 3x kvadratı bölü 2 plus 2 A variantı. 24. Deməli fx bərabərdir. 10x-in üstü 9 plus 3 funksiyasının ümumi şəklini tapın. İbtidai funksiyasını. Deməli 10x-in üstü 9, x-in qüvvətini 1 artırırıq. Olur 10, bölürük 10-a. Üstə gələk, sabitin ibtidai funksiyası yanına x yazırıq, plus c. Bunlar da getdi. Fx bərabərdir, x üstü 10, üstə gələk 3x, üstə gəl c qaldı. O da y variantı. 25. Fx bərabərdir. Bu 1 bölü x kvadratını yazacağım, elə x-in üstü mənfi 2. Üstə gələk 2x, üstə gəl 9. Ümumi şəklini yazın, ibtidai funksiyanı. Deməli, qüvvətini 1 artırdıq, böldük qüvvətə. Sonra 2x-in yenə qüvvətini 1 artırdıq, böldük qüvvətinə. 9x plus c oldu. Bu da oldu nə? X-in üstü mənfi 1, bölək mənfi 1. Üstə gələk x kvadrat, üstə gəl 9x, üstə gəl c. Mənfi 1-i də biz yaza bilərik nə? X-da 1 yaza bilərik, düzdür? Tərsini yazsaq olur. Mənfi x-da 1 üstə gələk x kvadratı, üstə gələk 9x, üstə gəl c. O da y variantı. 26. Yenə fx bərabərdir. Bunu yazaram. Mənfi x-in üstü mənfi 2. Üstə gələk 2x çıxaq 7. İndi bunun ibtidai funksiyasını tapmaq üçün qüvvəti 1 artırırıq. Həmin qüvvətə bölürük. Üstə gələk 2x-in kvadratı bölü 2. Çıxaq 7x plus c. Bu da oldu fx bərabərdir.
Bu mənfi qarşıya keçir. Qalır x-in üstü -1. Üstə gələ x kvadratı, çıxaq 7x üstə gəl c. O da oldu -x-1. Üstə gələ x kvadratı, çıxaq 7x üstə gəl c. Burada mənfi olmamalıdır. Çünki bu mənfi ilə mənfi bir-birini müsbət edir. 1 bölü x olur. 1 bölü x üstə gələ x kvadratı, çıxaq 7x plus c. Y variantı. Sonra baxaq 27-ci suala. Olur integral 4 sinus 4x vuraq kosinus 4x. O da oldu dx. İntegralını tapın. Birinci bunu sadələşdirək. Bunu yaza bilərik 2. 2 vuraq sinus 4x kosinus 4x dx. Bu bizə sinus 2 alfanın açılışıdır. Baxın, deməli 2 sinus alfa vuraq kosinus alfanı biz yazırdıq trigonometriyada 2 sinus 2 alfa. İndi həmin düsturu bura tətbiq etsəm, olur nə? 2 vuraq sinus 8x. Bu da oldu dx. İndi bunu sadələşdirsək nə alırıq? Alınır nə? 2 vuraq sinus 8x-inki olur. Sinusun ibtidai funksiyası mənfi kosinus 8x. Bir də 8-in tərsi 8-də 1. O da oldu mənfi 4-də 1. Baxın, mənfi 4-də 1 kosinus 8x plus c. Qeyri-müəyyən integralda mütləq plus c-ni yazırıq. C variantı. 28 də oxşar sualdır. Bu bilirsiniz hansı düsturdur? Kosinus kvadratı alfa çıxaq sinus kvadratı alfa bərabərdir. Kosinus 2 alfa yazırdıq. Həmin düsturu bura tətbiq etsək olur kosinus 5x. 5'i 2'ye vuranda oldu 10x dx. Kosinusun deməli integralı olur nə? 10'da 1 x'in tərsi gəlir. Sinus 10x plus c. O da oldu c. 29'da deyir ki kosinus 5x vuraq kosinus 2x. Üstə gələk, bu da düstur verir. Sinus 5x vuraq sinus 2x dx. Bu topama düsturlardır. Bilirsiniz nəyin açılışıdır? Kosinus 5x çıxaq 2x'in açılışıdır. O da bizə verir kosinus 3x dx. İndi biz bunun integralını tapsaq, kosinusun ki sinus 3x'dir. Bir də x-in əmsalını tərsini götürdük. 3'də 1 plus c. D variantı. 30. 30 yenə bizə düstur verir. Olur kosinus. Deməli olur 3x üstə gələ x-in integral. Düsturunu verir. O da oldu kosinus 4x dx. İndi deyəcəyiz bu düstur hansı düsturdur? Baxın burada da kosinus alfa, kosinus beta üstə çıxaq sinus alfa vuraq sinus beta. Bu kosinus alfa üstə gəl beta'nın açılışı. Topama teoremindən yəqin ki yadınızdadır topama düsturları. Kosinus 4x'in integralda olur 4'də 1 sinus 4x plus c. Y variantı. 31'e baxaq. Yenə fx bərabərdir. Ümumiyyətlə sadələşmə varsa birinci sadələşdirib sonra tapırıq ibtidai funksiyanı. Olur sinus x vuraq. Kotangezin yerinə yaza bilərik də biz kosinus x bölək sinus x plus 1. Bunlar getdi. Qaldı nə? Kosinus x plus 1. İndi biz bunun ibtidai funksiyasını tapaq. Kosinusunki sinus x'dir. 1'inki x'dir plus c. O da c variantı. Sonra 32 də yenə eyni. Əvvəlcə sadələşdiririk. Mənfi kosinus x vuraq. Tangesi yaza bilərik. Sinus x bölək kosinus x. Plus 1. Bunlar da getdi. Qaldı fx bərabərdir. Mənfi sinus x plus 1. İndi buradan yaza bilərik. Böyük fx bərabərdir. Yəni funksiyanın integralı bərabərdir. Mənfi sinusunki olur nə? Mənfi kosinus x. Birinki oldu x plus c. O da oldu kosinus x plus c. D variantı. 33 oxşar sual işlədik biz. Fx bərabərdir. Kosinus x funksiyasının qrafiki MP1 nöqtəsindən keçən ibtidai funksiyasını tapın. Bu funksiyanın ibtidai funksiyası kosinusunki olur sinus x plus c.
İndi x pi olanda ibtidai funksiya olur 1. Yerinə yazırıq 1 bərabərdir. Sinus pi plus c. O da 1 bərabərdir 0 plus c. C də bərabərdir 1'ə. O da olur fx bərabərdir. Sinus x plus 1. C variantı. 34. Fx bərabərdir mənfi sinus x. Funksiyası n pi 1 nöqtəsindən keçən ibtidai funksiyasını tapın. İndi yazırıq. Mənfi sinus x olur. Mənfi kosinus x plus c. O da oldu. Kosinus x plus c. Deməli x'in pi olanda fx olur 1. Onda olur 1 bərabərdir. Kosinus pi plus c. O da 1 bərabərdir. Kosinus pi də alır mənfi 1 plus c. C də bərabərdir 2'yə. Onda fx bərabərdir. Kosinus x plus 2 c variantı. 35'ə baxaq. Baxın uşaqlar. Fx bərabərdir 7 bölək 3x plus 1. Biz dedik ki 1 bölək x'in integralı ln modulda x plus c'dir. İndi bunu biz 1 bölək x kimi baxsaq. Bunun integralı olur 7 sabitdə olduğu kimi qalır. Olur ln modulda 3x plus 1. Biz dedik ki x'in əmsalı nə olur olsun onun tərsinə vurulur. Olur 3'də 1 plus c. O da oldu 7 bölü 3. Ln modulda 3x plus 1 plus c. C variantı. 36 da bunun kimidir. Fx bərabərdir 3 bölək 5x çıxaq 2. Fx bərabərdir oldu. 3 vuraq. Elə 5'in tərsi 5'də 1 yazaq. Ln modulda 5x çıxaq 2 plus c. O da fx bərabərdir 5'də 3. Ln modulda 5x çıxaq 2 plus c. A variantı. 37. 3'ün üstü x'i 4'ün üstü 2x'e vurur. O da dx. İntegralını tapın deyir. Biz bunu yaza bilərik. 3'ün üstü x vuraq. 4'ün kvadratı 16'dır. 16 üstü x dx. Biz deyirik ki qüvvətlər eyni olanda əsaslar vurulur. 48'in üstü x olur dx. Düsturlara demişdik. A üstü x'in integralı a üstü x bölək ln adır. İndi bunu a üstü x kimi baxsaq olur 48'in üstü x bölək ln 48 plus c. D variantı. 38. Fx bərabərdir 3x'in kvadratı plus 2 sinus 2x. Funksiyasının koordinat başlanğıcından keçən ibtidai funksiyasını tapın. Koordinat başlanğıcı 0, 0 nöqtəsidir. Yəni x 0 olanda fx da 0'a bərabərdir. Gəlin bunun ibtidai funksiyasını tapaq. Olur 3x kubu bölək 3. Üstə gələk 2 vuraq. Sinus 2x'in ki 2'də 1 kosinus 2x'dir. Amma mənfisindən. Bunun qarşısına mənfi adaq. Plus c. O da oldu. Fx bərabərdir. X'in kubu çıxaq kosinus 2x plus c. İndi 0 bərabərdir. 0 çıxaq kosinus 0 üstə gəlsə əvəz etməyinə yazıq. O da mənfi 1 üstə gəlsə c oldu 1. Verilən yerinə yazsaq oldu x'in kubu çıxaq kosinus 2x plus 1. B variantı oldu. 39. Fx bərabərdir 4x'in kubu üstə gələk 2 kosinus 2x. İndi böyük fx bərabərdir. 4x'in kubunu yaza bilərik. 4x'in üstü 4 bölək 4. 2 vuraq. 2'də 1 tərsi gəlir x'in. Kosinus 2x'inki də sinus 2x'dir. Plus c. Bunlar da getdi. Qaldı nə? Fx bərabərdir. X'in üstü 4 üstə gələk. Sinus 2x plus c. Bu da koordinat başlanğıcından keçən deyir. Onda 0, 0 nöqtəsi qoyuruq burada da. Buradan da alınır 0 bərabərdir. 0 üstə gəl. Sinus 0 üstə gəlsə 0 bərabərdir c. Çünki sinus 0'da 0 alır. Verilən yerinə yazsaq fx bərabərdir x'in üstü 4. Sinus 2x c'nin yerinə 0 yazırıq. O da olur y. X 0'da yazmırıq. A variantı. 42. Deməli, şəkildə təsvir olunmuş y bərabərdir fx funksiyasının fx ibtidai funksiyasının ümumi şəkli hansıdır? Birinci verilən qrafikdən baxırıq ki, bu nəyin qrafikdir?
Y bərabərdir kx plus b funksiyasının qrafikidir. Baxırıq ki, burada b-nin qiyməti -1-dir. Çünki y oxunu kəsən qiymət b-nin qiymətidir. b -1-dir. K necə tapırıq? K-nı belə də tapa bilərik. K bərabərdir y bölü x yazarıq. Y -1-dir, x müsbət 1-dir. K oldu -1. Amma biz K-nı -1 yox, K-nı müsbət 1 götürürük. Niyə? Çünki funksiyanın qrafikinə baxanda görürük ki, bu funksiyanın qrafikində K müsbətdir. Çünki x-in müsbət istiqaməti ilə iti bucağı əmələ gətirib. Ona görə K-nı müsbət 1 götürürük. Biz indi fx funksiyasının tənliyini qursaq, olur kx plus b, yəni x minus b verilənlər yerinə yazırıq. İndi bu aldığımız funksiyanın ibtidai funksiyasını tapaq. X-inki olur x kvadratı bölü 2, birinki olur x plus c. Bu da A variantı. 43 də eynisidir. Deməli, baxırıq ki, gəlin bu funksiyanın tənliyini quraq. Kx plus b-dir. b 1-dir. Çünki y-i kəsən b-nin qiymətidir. K-nı tapmaq üçün y x-ə bölərik. 1-i bölərik -1-ə. Cavab olar -1. Amma iti bucaq əmələ gətirdiyinə görə K-nı müsbət 1 götürərik. O da y bərabərdir. Deməli, biz verilənləri yerinə yazsaq, fx bərabərdir x plus 1 olur. Gəlin indi bunun ibtidai funksiyasının ümumi şəklini yazaq. Olur x kvadratı bölü 2, x, bu da oldu c. Cavab D variantı. 44-cü suala baxaq. Deməli, 5 vuraq. F törəmə x bərabərdir 4fx. Olarsa funksiyalardan hansı fx-in ibtidai funksiyasıdır? Yəni, variantlardan hansı fx-in ibtidai funksiyasıdır? Biz birinci fx-i tapırıq. Fx bərabərdir 5 bölü 4 f eşitdir x. İndi biz bu funksiyanın integralını tapmalıyıq. İntegral fx dx bərabərdir integral 4-də 5. Bu funksiyanın integralını tapanda törəməni azad edirik. Plus c. Niyə belə yazdıq biz? Çünki ibtidai funksiyadan törəmə tapanda funksiyanın özü alınır. 45 də eyni sualdır. 2f törəmə x bərabərdir 3fx. Yenə buradan biz fx-i tapsaq, olur 3-də 2 f törəmə x. Buradan da alınır. İntegralını tapsaq bu funksiyanın dx bərabərdə olur nə? 3-də 2 fx plus c. 45-də A variantı. Yəni, burada c sabit ədəddir. 4 dolar, 5 dolar. O nədir? Biz bilmirik. Ona görə c yazırıq. 46-cı suala baxaq. Deməli, deyir ki, sinus x vuraq kosinus x vuraq kosinus 2x dx. Bu funksiyanın integralını tapın. Deməli, biz birinci bunu düstura gətirməliyik. Necə? Baxın, sinus 2x bizə verir 2 vur sinus x vur kosinus x. Bu ilk iki hasil buna bənzəyir. Amma nə yoxdur burada? 2 yoxdur. Ona görə 2-yə vurub 2-yə bölməliyik. Buradan alınır. İntegral 2-də 1 vuraq sinus 2x. Məxrəzdəki 2-ni 2-də 1 yazıb, bu sinus 2x oldu. Vuraq kosinus 2x dx. Baxıram ki, növbəti 2 düstur yenə bizə həmin düsturu verir. Amma burada yenə 2 yoxdur. Ona görə 2-yə vururam. Eyni düstura gəlsin deyə 2-yə bölürəm. Buradan da alınır 4-də 1 sinus 4x. İndi tapaq bunun ibtidai funksiyası. 4-də 1 özü qaldı, əmsaldır. Sinus 4x-inki, biz dedik x-in əmsalı tərsinə gəlir. 4-də 1 olur kosinus 4x. Sinusun ibtidai funksiyası mənfi kosinusdur. Ona görə mənfi yazırıq. Plus c. O da oldu mənfi 16-da 1 kosinus 4x plus c. B variantı. 47-də eynisidir. Yenə yazırıq. Sinus 3x vuraq kosinus 3x vuraq kosinus 6x dx. Bunun integralını tapırıq. Yenə 2-yə vuraq, 2-yə bölək eyni düsturu versin. Olur integral 2-də 1 sinus 6x vuraq kosinus 6x dx. Yenə eyni düstur gəldi. Sadələşdirmək üçün 2-yə vurub 2-yə bölürük. O da oldu 2-də 1 vur 2-də 1 sinus 12x dx. Buradan da alındı.
4'te 1 sinus 12x dx. İndi buradan tapaq. 4'te 1 vuraq. 12x'i yazırıq 12'də 1. Sinus 12x olur. Mənfi kosinus 12x. Plus c. Oradan dağıldı. Mənfi 48'də 1. Kosinus 12x plus c. O da oldu D variantı. 48. Deməli, fx bərabərdir. Mənfi 2x üstə gəl 3 funksiyasının ibtidai funksiyası f0 bərabərdir 4 olarsa fx böyükdür 0'ı tapın. Deməli, biz bunun ibtidai funksiyasını tapırıq. Olur mənfi 2x kvadratı bölü 2 plus 3x plus c. Oradan da alınır mənfi x kvadratı plus 3x plus c. İndi f0 bərabərdir 4. Yerinə 0 qoyanda olur 0 plus c bərabərdir 4. C oldu 4. Funksiyanı düzə qursaq. Alınır mənfi x kvadrat üstə gəl 3x üstə gəl 4. İndi bizə deyir fx 0'dan böyükdür. Ona görə yazırıq mənfi x kvadrat üstə gəl 3x üstə gəl 4 0'dan böyükdür. X kvadrat çıxaq 3x çıxaq 4 0'dan kiçikdir. Bunun kökləri cəmi oldu 3. Kökləri hasil oldu mənfi 4. Buradan da köklərindən biri oldu 4. Digər oldu mənfi 1. Ədəd oxu çəksək. Mənfi 1 4. Plus minus plus. Bərabərliklə mütləq yoxlamalıyıq işarələri. İşarəmiz bizim kiçikdir deyə cavab oldu mənfi 1'dən 4'ə. A variantı. 49. Yenə fx bərabərdir 2x çıxaq 1. İbtidai funksiyasında f0 bərabərdir mənfi 2 olarsa fx kiçikdir 0 olar. Bunun ibtidai funksiyasını tapaq. Böyük fx bərabərdir olur 2x kvadratı bölü 2 çıxaq x plus 0. İndi f0 bərabərdir mənfi 2. O da olur x-ə 0 qoyub mənfi 2'yə bərabərində 0 çıxaq 0 üstə gəlsə bərabərdir mənfi 2. C bərabərdir mənfi 2'yə. Buradan da olur fx bərabərdir x kvadratı çıxaq x çıxaq 2. İndi biz fx'i 0'dan kiçik götürürük. Olur x kvadrat çıxaq x çıxaq 2 kiçikdir 0. Kökləri cəmi oldu 1. Kökləri hasili oldu mənfi 2. O da 2 və mənfi 1. Ədəd oxu çəkirik. Mənfi 1 2. Plus minus plus. Mənfi 1'dən 2'yə D variantı. 50-ci suala baxaq. Deməli, fx bərabərdir 3x kvadratı çıxaq 2y üstü x. f0 bərabərdir 0. Şərtini ödəyən ibtidai funksiyanı tapın. Buradan yazırıq fx bərabərdir 3x kubu bölü 100 çıxaq 2y üstü x plus c. Yerinə yazsaq, buradan da olur nə? f0 bərabərdir 0. O da olur 0 çıxaq 2y üstü 0 plus c bərabər 0'a. Mənfi 2 üstə gəl c bərabər 0. C oldu 2. C'nin yerinə 2 yazsaq, olur nə? fx bərabərdir x'in kubu çıxaq 2y üstü x plus 2. B variantı. 51. Deməli olur 51'də fx bərabərdir y üstü x çıxaq 3x kvadratı. f0 bərabərdir 2 şərtini ödəyən ibtidai funksiyanı tapın. Bunun ibtidai funksiyası olur y üstü x çıxaq 3x kubu bölü 100 plus c. İndi f0 2'yə bərabərdir. X'in yerinə 0 qoyanda bərabərdir 2. 1 üstə gəl c bərabərdir 2. C də bərabərdir 1 olur. O da olur fx bərabərdir y üstü x çıxaq x kubu üstə gəl 1. Bizdən də elə bunu soruşur. Y variantı. 52'yə bənzər sual işlədik. Deməli biz dedik ki, sinus kosinus hasil olanda, bucaqlar eyni olanda 2'ye vurup 2'ye bölürük ki bizə düstur versin. 2'ye vurduq, 2'ye böldük. Buradan alındı integral sinus 8x vuraq kosinus 8x dx. Yenidən 2'ye vuraq, 2'ye bölək. Buradan alındı sinus 16x dx. Burada əvvəlcədən birdən də 2 var idi. Onda oldu 4. İndi bunu yaza bilərik. 4'te 1 sinus 16x dx. O da oldu 4'te 1. 16'dan tersi gəlir 16'da 1. Sinus 16x olur. Kosinus 16x. Ama karşısında mənfi olur.
O da mənfi 64'də 1 kosinüs 16x plus c. B variantı. 53. Yazırıq. Sinüs 2x vuraq. Kosinüs 2x vuraq. Kosinüs 4x dx. Biz yenə 2'ye vurup 2'ye bölürük ki düstur versin. Sürətdən alınır nə? Sinüs 4x bölü 2 vuraq. Kosinüs 4x dx. Yine sinüs kosinüs hasil var. 2'ye vurup 2'ye bölürük. Bir de 2 var burada. Bir de biz yazırıq. Olur yukarıda. 2 sinüs 4x kosinüs 4x dx. Bu da bize düstur verdi. 4'te 1 sinüs 8x dx. Buradan dağılında 4'te 1 vuraq 8'də 1. Sinüs 2 mənfi kosinüs 8x. O da mənfinin qarşıya keçirilir. Plus c. Cevap olur mənfi 32'də 1 kosinüs 8x plus c. D variantı. 54. suala baxaq. Deməli, integral x kvadratı çıxaq 9, 3x minus 9 dx. Birinci sadələşdirək. Olur x minus 3. Muxtəsər vurma düsturuna görə atsaq x plus 3. 3 ortaq vuruq çıxarsaq x minus 3 qalır. Bunlar getdi. Qaldı x plus 3 bölə 3 dx. Bu da dx olmalıdır. Biz bunu hədbə-həd bölsək olur 3'də 1 x üstə gələk 1 dx. İndi tapaq bunun integralını. 3'də 1'inki 3'də 1 x kvadratı bölə 2'dir. 1 sabitlidir. X olur. O da plus c. O da olur x kvadratı bölə 6 üstə gələk x plus c. D variantı. 55'də oxşar sualdır. Deməli, yazırıq integral. Sürəti 1 çıxar 1 üstə gələk yazaq. Muxtəsər vurma düsturuna görə. Məxrəcdən 2 ortaq vuruq çıxardaq x plus 2 dx. X plus 2'lər getdi. Qaldı integral x minus 2 bölə 2 dx. Bunu da hədbə-həd bölsək 2'də 1 x minus 1 dx. İndi integralını tapsaq 2'də 1 qalır. X kvadratı bölə 2 yazırıq x'in yerinə. 1'in də yerinə 1x olur. Plus c. Onu da yaza bilərik. 4'də 1 x kvadratı çıxaq x plus c. Bu da A variantı. 56. Fx bərabərdir. Sinüs kvadrat x. Funksiyasının qrafiki A0-1 nöqtəsindən keçən ibtidai funksiyanı tapın. Birinci biz ibtidai funksiyanı tapmazdan öncə sinüs kvadratını sadələşdiririk. Unutmuruq. Sinüs kvadrat x və yaxud da kosinüs kvadrat x. İbtidai funksiyada verilərsə, ilk öncə dərəcəni azaltma düsturu ilə sadələşdirib, sonra ibtidai funksiyasını tapırıq. Bu düstur bilirik. Trigonometriyadan deməli yarım arqument dərəcəni azaltma düsturlardır. Bunu da hədbə-həd bölsək, olur 2'də 1 kosinüs 2x. Bu da olur 2'də 1 üstə gələk 2'də 1 kosinüs 2x. İndi bizə sinüs kvadrat olduğuna görə birinci düsturdan istifadə edəcəyik. 2'də 1 çıxaq kosinüs 2x. Bunu da hədbə-həd böləndə 2'də 1 çıxaq 2'də 1 kosinüs 2x. Bu düsturları qeyd dəftərinizə yazın. İndi baxaq bunun ibtidai funksiyasına. 2'də 1'inki oldu 2'də 1 x. 2'də 1 vuraq kosinüs 2x-inki. 2x'in əmsalı tərsi gəlir. 2'də 1 sinüs 2x plus c. İndi deyir A1,0,1 nöqtəsindən keçir. Deməli x 0 olanda fx funksiyası 1'ə bərabər olur. Bunu sadələşdirsək fx bərabərdir. 2'də 1 x çıxaq 4'də 1 sinüs 2x plus c. İndi yazırıq 1 bərabərdir. 2'də 1 vuraq 0. 4'də 1 vuraq sinüs 0 üstə gəlsə. 1 bərabərdir. 0 çıxaq 0 üstə gəlsə. C bərabərdir 1'ə. İndi yazırıq. Fx bərabərdir. 2'də 1 x çıxaq 4'də 1 sinüs 2x plus 1. D variantı. 57'də oxşar sualı. Fx bərabərdir. Kosinüs kvadrata yerinə yazırıq 1 plus kosinüs 2x bölü 2. Onu da hədbə-həd bölsək 2'də 1 üstə gələk 2'də 1 kosinüs 2x. İndi ibtidai funksiyasının ümumi şəklini yazsaq olur 2'də 1 x üstə gələk 2'də 1 vuraq 2'də 1
sinus 2x plus c. O da sadeleşir olur. 2'de 1 x üste geley. 4'te 1 sinus 2x plus c. İndi x 0 olarsa f(x) bir nöqtəsindən keçən ibtidai funksiyanı tapın. X'e 0 qoyub 1'e beraber edirik. 0 üste gel. 4'te 1 sinus 0 plus c. C beraberdir 1'e. Fx beraberdir. 2'de 1 x üste geley. 4'te 1 sinus 2x plus 1. B variantı. 58'e baxaq. Buna benzer sual biz yazmışdıq. Qrafikə təsvir olunmuş y bərabərdir fx xətti funksiyasının ibtidai funksiyasının ümumi şəklini yazın. Birinci biz fx funksiyasının düsturunu yazaq. Kx plus b. B bilirik y oxunu kəsən b'nin qiymətidir. K'nı tapmaq üçün y'in qiymətini x'e bölürük. Yəni 1'i 1'e bölürük, cavab 1 olur. Amma biz k'nı mənfi 1 götürürük. Çünki bizdə k'nın işarəsi mənfidir. X'in müsbət istiqaməti ilə körbucaq əmələ gətirir. Ona görə k mənfi olur. Buradan funksiyanı qursaq, alınır fx bərabərdir mənfi x plus b. Yəni kx plus b də yerinə yazırıq. İndi bu funksiyanın ibtidai funksiyasını tapaq. Olur fx bərabərdir mənfi x kvadratı bölü 2 plus x plus c. B variantı. 59. Deməli verilir integral 8 bölü 1 üstə gəl kosinus x dx integralını tapın. Birinci biz bunu sadələşdirməliyik. Biz bundan əvvəlki testlərdə dedik ki kosinus kvadrat x 1 üstə gələk kosinus 2x bölü 2 düsturuna bərabərdir. Biz bu düstura əsaslanaraq yarım arqument deyə bilərik ki kosinus kvadrat x bölü 2 1 üstə gələk kosinus x bölü 2'ye bərabərdir. Bunu belə yaza bilərik də, bucaq 2'ye vurulur. Burada bizə 1 üstə gəl kosinus x lazımdır. 1 üstə gəl kosinus x bərabərdir 2 vuraq kosinus kvadrat x bölü 2 yaza bilərik. İndi biz bu düsturu verilən misalda əvəz edib yazsaq, olur 8 bölək 1 üstə gəl kosinus x'in yerinə yazırıq. 2 vuraq kosinus kvadrat x bölü 2 dx. 8'den 2 x'lar gedir, qalır 4 bölək kosinus kvadrat x bölü 2 dx. 4 burada sabitdir. Ona göre biz 4'ü belə yaza bilərik. 4 vuraq 1 bölək kosinus kvadrat x bölü 2 dx. Biz dersin izahında demiştik ki buradan yazaq. 1 bölək kosinus kvadratı x'in integralı tangisi x plus c'dir. Həmin düstura əsaslanaraq yaza bilərik. 4 vuraq. 1 bölək kosinus kvadratı x bölü 2'nin yerinə yaza bilərik. Tangis x bölü 2. Və biz dərsin izahında demişdik ki x'in əmsalının tərsi gəlir. Burada tangis x bölü 2, yəni baxıb belədir də. Tangis x bölü 2 değil, olur 2'de 1 x deməkdir də tangis x bölü 2. 2'de 1'in tərsi 2'dir. Ona göre biz bu misalı bir də 2'ye vururuq. Plus c. Buradan alınır 8 vuraq tangins x bölü 2 plus c. B variantı. 60 bunun çıxağını verib. Biz çıxağı sinusla olan düsturda yazmışdıq. Yenə dərəcəni azaltma, yarım arqumenti deyirik buna. Sinus kvadratı x bölü 2 bərabərdir 1 çıxaq kosinus x bölü 2. Bu düsturu yaza bilərik. Bunu çarpaz vursaq olur 2 vuraq sinus kvadrat x bölü 2. Trigonometriyada bu düsturlara rast gəlirsiniz. Əvəz edib yerinə yazsaq 12 bölək 2 sinus kvadrat x bölü 2 dx. 12 ilə 2 x'lar gedir. Olur 6 bölək sinus kvadrat x bölü 2 dx. O da bərabərdir. 6 sabit ədəd olduğuna görə bunun vuruğudur. Bunu 1 bölək sinus kvadrat x bölü 2 kimi yaza bilərik. Biz bilirik ki 1 bölək sinus kvadrat x'in integralı mənfi kotangesi x plus c'dir. Ona görə buradan alınır 6 vuraq
Mənfi kotangens x bölü 2. Bu x bölü 2 2'de 1 x'tir. 2'de 1'in de tersi 2'dir. Plus c. Buradan da alınır. Mənfi 12 vuraq. Kotangens x bölü 2 plus c. C variantı. 61-ci suala baxaq. Deməli, fx bərabərdir. Tangens kvadrat x üstə gələk. Kotangens kvadrat x üstə gələk. Logaritma 3 əsasından 5 vuraq. Logaritma 5 əsasından 9. Funksiyasının ibtidai funksiyalarının ümumi şəklini tapın. Biz bunun tapmamışdan öncə sadələşdirək. Baxın, belə bir sona yaza bilərik biz bunu. Bu 5'ler gedir. Yaza bilərik ki, logaritma 3 əsasından 9. Logaritmada bu düstur vardı. Eyni olanda ona gedə bilər. Bərabərdir. Bu da oldu. Tangens kvadrat x üstə gələk. Kotangens kvadrat x üstə gələk. Logaritma 3 əsasından 9 bizə məlumdur ki 2 verir. Çünki 9 3'ün kvadratıdır. Buradan da bunu belə sadələşdirə bilərik. Baxın. Tangens kvadrat x plus 1. 2'ni parçalayıram. Kotangens kvadrat x plus 1'ə. Belə yazsaq. Tangens kvadrat x plus 1 bizə verir 1 bölək kosinus kvadrat x-i. Kotangens kvadratı x plus 1 əsas eyniliklərdir də trigonometriyada. Bu da bizə verir sinus kvadrat x-i. İndi biz ibtidai funksiyanı tapa bilərik. Fx bərabərdir. Məlumdur ki 1 bölək kosinus kvadrat x-in ibtidai funksiyası tangens x-dir. 1 bölək sinus kvadrat x-in funksiyası isə mənfi kotangens x-dir. Plus c. O da olur. B variantı. Yok, B değil. Burada Y variantıdır. B'de 1 de var. Burada 7. 62. Fx beraberdir. 4x kubu üste gələk 6x funksiyasının qrafiki A1 27 nöqtəsindən keçən fx ibtidai funksiyası üçün f mənfi 2'ni tapın. Birinci biz bu funksiyanın fx'ini tapırıq. Olur 4x üstü 4 bölək 4. Bu olur 6x'in kvadratı bölək 2 plus c. Bu da olur x üstü 4 üstə gələk 3x'in kvadratı plus c. İndi A1 27 nöqtəsindən keçirsə x1 olanda fx 27 olar deməkdir. Yazırıq 27 bərabərdir. 1 üstə gəl 3 üstə gəl c. O da olur 23 bərabərdir c. İndi verilen funksiyada c'nin yerine yazsaq, olur x üstü 4, üstə gələk 3x kvadratı, üstə gələk 23. İndi bizə deyir ki, f mənfi 2'ni tapın. Olur mənfi 2'nin üstü 4, 3 vuraq mənfi 2'nin kvadratı, üstə gəl 23. O da oldu 16 üstə gəl 12 üstə gəl 23. Buradan da alındı 50 deməli 51. Açıq sualdır. 63 toxşar sualı. Fx bərabərdir 3x kvadratı plus 2x. Funksiyası A181 nöqtəsindən keçən fx ibtidai funksiyası üçün f mənfi 1'i tapın. Yazırıq. Fx bərabərdir 3x kubu bölü 3. Üstə gələk 2x kvadratı bölü 2 plus c. O da oldu. X kubu üstə gəl x kvadratı plus c. İndi x1 olanda fx 81 olur. Yazırıq. 81 bərabərdir 1 plus 1 plus c. C bərabərdir 79. İndi yazsaq fx bərabərdir x kubu üstə gəl x kvadrat üstə gəl 79. Bizdən f mənfi 1 soruşur. Onda mənfi 1'in kubu üstə gələk mənfi 1'in kvadratı üstə gəl 79. Mənfi 1 üstə gəl 1 üstə gəl 79. Cevap oldu 79. 65. Fx bərabərdir 4x kubu üstə gələk 2x. Funksiyasının qrafiki A1 27 nöqtəsindən keçən fx ibtidai funksiyası üçün f mənfi 2'ni tapın. Birinci yazırıq. Fx bərabərdir 4 üstü x üstü 4 bölü 4 üstə gələk 2x'in kvadratı bölü 2 plus c. 4'ler getdi, x kvadratlarda getdi. Qaldı burada fx bərabərdir x'in üstü 4 üstə gələk x'in kvadratı plus c. İndi x 1 olanda fx 27 olur.
Bu da 27 beraberdi. Bir üste gel, bir üste gel S. S oldu 25. İndi əvəz etmədə S-nin yerinə 25 yazsaq, fx bərabərdir. X-in üstü 4 üstə gəl, x-in kvadratı üstə gəl 25. Bizdən f mənfi 2-ni soruşur. O da olur 16. Üstə gələk 4, üstə gəl 25. O da oldu 45. 66. İndi baxaq. Qeyri-müəyyən inteqrallar üçün uyğunluğu müəyyən edim. Birinci, kosinus x dx. Bunun integralı sinus x plus s. Y variantı. İkinci, 1 bölək sinus kvadrat x dx. Bunu dərsin əvvəlində düsturlarda demişdik. Bu olur mənfi kotangis x plus s. D variantı. Üçüncü, a üstü x dx. Bu da a üstü x bölək ln a. Törəmədə vuraq ln a. Burada bölək ln a. B variantı. 67 oxşar sualdır deyəsən. Aha. Birinci, 1 bölək x ln a. Dedi ki bu olur logaritma a əsasından modulda x. Y variantı. İkinci, sinus x dx. Bu oldu mənfi kosinus x plus s. S variantı. Üçüncü, 1 bölək kosinus kvadrat x. Bunlar tapşırıq çox işlədik bugün. Tangis x plus s. D variantı. 68-ci suala baxaq. Deməli, bizə bir ifadə verib. Sinus kubu x çıxaq. Kosinus kubu x. Məxrəcdə 1 üstə gəl. Sinus x, kosinus x. dx. Bunun integralını tapmaq üçün bizim ilk öncə sadələşdirməliyik. Sürəti kubun açılış atsaq, olur sinus x çıxaq, kosinus x, yəni a kubu çıxaq, b kubuna görə atsaq. Sonra birincinin kvadratı, üstə gələk hasilləri, üstə gələk ikincinin kvadratı. Məxrəcdə də bir üstə gələk sinus x, kosinus x, dx. Biz bilirik ki, sinus x çıxaq, kosinus x. Sinus kvadratından kosinus kvadratının cəmi bizə 1 verir. 1 üstə gəl sinus x, kosinus x. Məxrəcdə də 1 üstə gəl sinus x, kosinus x olur. dx. Bunlar getdi. Qaldı nə? Sinus x çıxaq, kosinus x, dx. İndi biz tapırıq integral. Sinusunki mənfi kosinus x-dir. Kosinusunki sinus x-dir. Plus s. O da oldu B variantı. İkincisi, deməli, sürətdə 2 üstə gələk sinus kvadrat x, məxrəcdə sinus kvadrat x dx. Bunu sadələşdirmək üçün hədd bölək. Olsun 2 bölək sinus kvadrat x, üstə gələk sinus kvadrat x bölək sinus kvadrat x dx. Bu ikini əmsal olaraq saxlasaq, 1 bölək sinus kvadrat x bizə mənfi kotangis x verir. Onda olur, mənfi 2 vuraq kotangis x. Üstə gələk sinus kvadratları gedir 1 qalır. Birinin integralı x-dir. O da oldu. Plus s-də yazırıq. Buradan da alınır cavab S variantı. Üçüncü də oxşar sualdır. Yenə hədd bölək. Olur 2 bölək kosinus kvadrat x. Kosinus kvadrat x bölək kosinus kvadrat x dx. Bunu biraz da sadələşdirsək olur. 2 vuraq 1 bölək kosinus kvadrat x üstə gələk 1 dx. İndi tapsaq olur nə? 2 vuraq 1 bölək kosinus kvadrat x-inki olur tangis x plus x plus s. A variantı. 69 uyğunluqdur. Deməli, birinci fx bərabərdir. Hədd bölsək. Sinus kvadrat x üstə gəl 1 bölək sinus kvadrat x. Burada hədd böləndə olur nə? Sinus kvadrat x-i bölürük sinus kvadrat x-a. 1'i bölürük sinus kvadrat x-a. Oradan da alınır nə? 1 üstə gələk 1 bölək sinus kvadrat x. İndi yazırıq. İbtidai funksiyanı tapsaq fx bərabərdir. 1'in yerinə yazırıq x. 1 bölək sinus kvadratı
mənfi kotangens x verir plus c. Deməli birini uyğundur A. İndi deyir ki x bərabərdir pi bölü 4-də təyin olunmayıb. Bu təyin olunub. Pi bölü 4 qoya bilərik. X bərabərdir pi-də təyin olunmayıb. Kotangens kosinus bölü sinusdur. Çünki x-a biz pi qoysaq, baxın buradan yoxlayaq. Olur pi çıxaq kotangens pi plus c. Biz də bilirik ki kotangens pi-də təyin olunmayıb. Məxrəc sıfırdır. Ona görə buna y variantı da uyğundur. Sonra ikinciyə baxaq. Yine bunu hədbə-həd bölsək. Kosinus kvadratını bölürük kosinus kvadratına. Üstə gələk. 1 də bölürük kosinus kvadrat x-a. Buradan da fx bərabərdir. Bu bizə 1 üstə gələk. 1 bölək kosinus kvadrat x verir. O da x üstə gələk. Kotangens. Dəqiqə. Belə yazarıq. Kotangens x plus c. İndi baxaq. X üstə gəl kotangens x. Kotangens yox. Kosinus bizə tangens verir. Kotangens yazıq. Tangens x plus c. B variantı. Tangens də pi bölü 4-də təyin olunub. Buna uyğun deyil. Üçüncüyə baxsaq. Olur fx bərabərdir. 1 üstə gəl tangens kvadrat x. Əsas yeniliklərdə biz bilirik ki 1 üstə gəl tangens kvadrat x 1 bölək kosinus kvadrat x-dir. Məlum məsələdir ki 1 bölək kosinus kvadrat x-inki də tangens x plus c-dir. Buna da D variantı uyğundur. Pi bölü 4-də də təyin olunub. 70. Birincidə deyək ki fx bərabərdir tangens kvadrat x. Biz bunu necə yazırıq? Baxın, kənardan belə yaza bilərik. 1 üstə gələk tangens kvadrat x 1 bölək kosinus kvadrat x-ə bərabərdir. Biz bunu sadələşdirsək tangens kvadrat x-in yerinə 1 bölək kosinus kvadrat x minus 1 yaza bilərik. Gətirib bu düsturu burada əvəz etsək, yazıram 1 bölək kosinus kvadrat x minus 1. İndi bunu silək, yer tutmasın. İndi tapıram ibtidai funksiyanı. 1 bölək kosinus kvadratınki tangens x-dir. 1-inki x-dir plus c. Bu da oldu C variantı. Çünki biz tangens kvadrat x-i bilmirik yaxud ibtidai funksiyasına da, amma sadələşmiş formasını bilirik. İkinci, fx bərabərdir 1 çıxaq sinus kvadrat x. Biz bilirik ki 1 çıxaq sinus kvadrat x kosinus kvadrat x verir. Bunun əvvəlki tapşırıqlarda dedim sizə sinus kvadratla kosinus kvadratını görəndə yarım arqument, yəni dərəcəni azaltma düsturuna istifadə edə bilərsiniz. Kosinus 2x bölü 2. Bunu da hədbə-həd bölsək, 2-də 1 üstə gələk, 2-də 1 kosinus 2x. Bunu da tapanda nə olur? 2-də 1-inki 2-də 1 x-dir. Bu da 2-də 1 vuraq kosinus 2x-inki 2-də 1 sinus 2x-dir. Plus c. O da oldu. 2-də 1 x üstə gələk, 4-də 1 sinus 2x plus c. D variantı. Sonra baxaq 3-cü suala. Fx bərabərdir. Kosinus kvadrat x çıxaq sinus kvadrat x. Bu bizə kosinus 2x-in düsturunu verir. İndi tapırıq ibtidai funksiyanı. Kosinus 2x-in x-in əmsalının tərsinə gəlir. 2-də 1 olur sinus 2x plus c. Buna da A uyğundur. 71. Deməli, fx funksiyasının fx ibtidai funksiyası üçün uyğunluğu müəyyən edim. Yenə birincidə veribdir. Fx bərabərdir kotangens kvadrat x. Biz bunu bilmirik. Amma bir üstə gələk. Kotangens kvadrat x-in əsas yeniliklərdə 1 bölək sinus kvadrat x olduğunu bilirik. Buradan da yaza bilərik. Kotangens kvadrat x bərabərdir 1 bölək sinus kvadrat x çıxaq 1. Bunu yerinə yazsaq olur 1 bölək sinus kvadrat x çıxaq 1. Buradan alınır. Fx bərabərdir. 1 bölək sinus kvadratınki mənfi kotangens x mənfi 1-inki də x plus c. Y variantı. Sonra ikinciyə baxaq. Fx bərabərdir. 1 çıxaq kosinus kvadrat x sinus kvadrat x verir. Bunu da dərəcəni azaltma düsturundan istifadə etsək 1 çıxaq kosinus 2x bölü 2-də. Onu da hədbə-həd bölsək 2-də 1 kosinus 2x.
İndi ibtidai funksiyanı tapsaq. 2'də 1'inki 2'də 1 x. Bu da 2'də 1 vuraq. Kosinus 2x'inki 2'də 1 sinus 2x'tir. Plus c. Oradan da alınır. 2'də 1 x çıxaq. 4'də 1 sinus 2x. Plus c. 2'də 1. 3'e baxaq. Fx bərabərdir 2 sinus x kosinus x. Bu da bize düstur verir. Sinus 2x. Onda yazırıq. Fx bərabərdir. Sinus 2x'in ibtidai funksiyası 2'də 1 mənfi ilə kosinus 2x plus c. Buna da c variantı uyğundur. 72. Fx bərabərdir 1 bölək 2 kökdə x plus 1. İndi deyək ki, funksiyasının fx ibtidai funksiyasının qrafiki ax, y nöqtəsindən keçir, uyğunluğu müəyyən edin. Biz buna aid tapşırıqlar yazmışdıq. Birincisi sadələşdirək. Bunu belə yaza bilərik. 2'də 1 vuraq kök altında x'in üstü mənfi 1. Tərsini yazarıq. Üstə gələk 1. O da bərabərdir. 2'də 1 x'in üstündə mənfi 2'də 1. Üstə gələk 1 yaza bilərik. İndi bunu sadələşdirsək, fx bərabərdir 2'də 1. Biz ibtidai funksiyanı tapanda x'in qüvvətini 1 artırıb həmin qüvvətə bölürük. Mənfi 2'də 1 üstə 1 gələndə 2'də 1 olur. Plus x'in birin ibtidai funksiyası x plus c. Bunu biraz da sadələşdirsək 2'də 1. 2'də 1'in tərsi 2 olur. Olur 2 vuraq. X'in üstü 2'də 1. Üstə gələk x, üstə gəl c. Buradan da alınır. 2'lər getdi. Kök altında x plus c. Bu bizim əsas düsturumuzdur. İndi birinciyə baxaq. A1-2 nöqtəsindən keçir. Yəni x1 olanda fx 2 olur. Yerinə yazsaq 2 bərabərdir kökdə 1 üstə gəl 1 üstə gəl c. C bərabərdir 0. C 0'dırsa onda birinci funksiya kökdə x plus x olur. D variantı. İkincidə yerinə yazsaq x 4 olanda fx da 4 olur. Onda olur 4 bərabərdir kökdə 4 üstə gəl 4 üstə gəl c. O 4 bərabərdir 2 üstə gəl 4 üstə gəl c. 4 bərabərdir 6 üstə gəl c. C bərabərdir mənfi 2. Buradan da alınır fx bərabərdir kökdə x üstə gəl x çıxaq 2. 2'ye a uyğundur. 3'e baxaq. 3'te də yenə fx bərabərdir kökdə x plus c. Yerinə yazsaq 9 11'i. 11 bərabərdir kökdə 9 üstə gəl 9 plus c. Buradan da 11 bərabərdir 3 üstə gəl 9 plus c. Buradan da 11 bərabərdir 12 üstə gəl c. C bərabərdir mənfi 1. Olur fx bərabərdir kökdə x plus x minus 1. C variantı. 73. Deməli, fx bərabərdir x kvadrat üstə gələk 4x üstə gəl 3. Məxrəcdə də x kvadratı plus x funksiyasının M1,5 nöqtəsindən keçən ibtidai funksiyasını tapın. Baxın, ibtidai funksiyanı tapmazdan əvvəl verilən funksiyada maksimum dərəcədə sadələşmə varsa sadələşdirib sonra həll edirik. Məsələn, belə bir ifadəni sadələşdirin kimi sual versəydilər bizə, ilk ağlımıza gələn şey məxrəcdən x ortaq vuruq çıxartmaqdır. Sürəti də vuruqlara ayıra bilərik. Necə? Baxın, kənarda yazın. Ən sadə üsul. Köklərini tapın. Kökləri cəmi mənfi 4, kökləri hasili 3. Hansı ədədlərdə vuranda 3 toplayanda mənfi 4 edir? Mənfi 1 və mənfi 3. İndi kökləri tapandan sonra əks işarəni daxil edirik. X plus 1, x plus 3. Aha, sadələşdi. Buradan x plus 1'lər getdi. Qaldı x üstə gəl 3 böl x. Biraz da sadələşdirə bilərik. Hədd bə hədd bölə bilərik məsələn. Bu olur 1 üstə gəl 3 vuraq x da 1. Aha, belə bir funksiyandır. İndi bunun ibtidai funksiyasını tapmaq daha rahatdır. 1'in ibtidai funksiyası x. 3 vuraq 1 böl x'inki də ln modulda x'dir. Plus c. İndi deyir ki x 1 olanda fx 5 olur. İndi yerinə yazırıq. 5 bərabərdir 1 üstə gəl 3 ln modulda 1 üstə gəl c.
5 bərabərdir 1 üstəgəl 3 vur 0. Biz bilirik ki, loqaritmanın altı 1 0-a bərabərdir. Onda S olur 5 çıx 1 4. İndi bizə deyir bu ibtidai funksiyanı yazın. Onda yazaq. Oldu x üstəgəl 3 ln modulda x plus 4. Cavab bu olacaq. 74. Yazırıq. Fx bərabərdir. X kvadratı çıxaq 5x üstəgəl 6. Məxrəcdə x kvadratı çıxaq 3x. Funksiyasının f-1 6 nöqtəsindən keçən ibtidai funksiyasını tapın. Birinci yine sadələşdiririk maksimum dərəcədə. Məxrəcdən x ortaq vurur çıxardırıq x çıxaq 3. Sürətin köklərini tapırıq kənarda. Olur kökləri cəmi 5, kökləri hasili 6. Deməli biri 2-dir, digəri 3. Bunları da əks işarə ilə daxil etsək, x minus 2, x minus 3 olar. Bu da ixtisar gedər, x minus 2 bölü x. Həd bəhəd bölə bilərik. Əvvəlki tapşırıqda ətraflı başa salmışam. Buradan da alındı. Nə? 1 çıxaq 2 vuraq 1 bölü x. İndi bunun ibtidai funksiyasını tapaq. 1'in ibtidai funksiyası x. 2 vuraq 1 bölü x'in ki ln modulda x plus c. İndi bizə deyir x mənfi 1 olarsa f(x) 6 nöqtəsindən keçər. O da olur 6 bərabərdir. X'in yerine mənfi 1 yazırıq. Çıxaq 2 vuraq ln modulda mənfi 1 plus c. O da 6 bərabərdir. Mənfi 1 üstəgəl 0 üstəgəl c. C bərabərdir 7. İndi bunun ibtidai funksiyasını yazın desəm. Olur x çıxaq 2 ln modulda x plus 7. 74 sonuncu sualdır. Sağ olun, salamat qalın.